Ey Rəbbimiz, onların içərisindən özlərinə elə bir elçi göndər ki, sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin. Həqiqətən sən qüdrətlisən, müdriksən. Səfeh olanlardan başqa kim İbrahimin dinindən üç çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o axirətdə də əməli salihlərdən olacaqdır. Rəbbi ona təslim ol dedikdə, o, aləmlərin Rəbbinə təslim oldum demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər. Ey oğullarım! Həqiqətən Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz. Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanındaydınız? O zaman o öz oğullarına dedi, məndən sonra nəyə ibadət edəcəksiniz? Onlar dedilər, sənin ilahına, atalarının, İbrahimin, İsmailin və İshaqın ilahı olan tək ilaha ibadət edəcəyik. Biz yalnız ona təslim olanlarıq. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız. Onlar dedilər, Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz. De ki, əksinə, biz Hənif İbrahimin dinindəyik. O müşriklərdən deyildi. Deyin, biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsa'ya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız ona təslim olanlarıq. Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, eşidəndir, biləndir. De ki, budur Allahın dini. Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız ona ibadət edənlərik. De ki, Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki o, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz ona sadiq olanlarıq. Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin Yəhudi və yaxud xaçpərəst olduğunu deyirsiniz. De ki, siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalim kim ola bilər? Allah sizin etdiklərinizdən
xəbərsiz deyildir. Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.